Əzəmətli elçi Məhəmməd sallallahu aleyhi və alihi və səlləmin nuru Məkkədə parladıqda və hərəm bölgəsinin hər tərəfi bu nurla işıqlandıqda, Fatimə bint Əsəd Allahdan bu nura bənzəyən bir övlad bəxş etməsini arzuladı. Günlər isə verdiyi vədi pozmadı. Beləliklə Əli əleyhissalam dünyaya göz açdı. Fil ilindən 30 il sonra Rəcəb ayının 13-cü günündə Məkkə yeni bir ilahi möcüzə ilə üz-üzə gələcəkdi. Fatimə bint Əsəd doğuş sancısını hiss etdi. O, addımlarını Beytül Ətiqə tərəf yönəltdi. Kəbəni təvaf etdi və işinin asanlaşdırılması üçün Allaha yalvardı. Duasını yenicə tamamlamışdı ki, Kəbənin divarı müstəcar tərəfdən yarıldı. Onun üçün qeyb qapıları açıldı və o, Kəbənin içərisinə daxil oldu. Sonra divar öz-özünə birləşdi. İnsanlar heyrətə gəldi. Qapını açmağa çalışdılar, amma bacarmadılar. Beləliklə başa düşdülər ki, bu səmavi bir işdir və açarla açılmaz. 3 gün keçdi. Sonra Fatimə bint Əsəd qucağında bir körpə ilə çölə çıxdı. Onun kimi nə ondan əvvəl, nə də ondan sonra heç kəs Allahın evində doğulmamışdı. Müjdəçi dərhal Əbu Talibin yanına tələsdi. O da öz ailə üzvləri ilə birlikdə ora qaçdı. Onların ən önündə Məhəmməd salavatullah vardı. Peyğəmbər körpəni qucağına aldı. Peyğəmbər onu Əbu Talibin evinə apardı. Onun anası ona Heydərəh adını qoydu. Əzəmətli Rəsul salavatullah isə ona Əli adını verdi. Beləcə ad necə qərar tutmuşdusa, onun əbədiliyi də elə qərar tutdu. Hələ uşaq çağlarından Əlinin beşiyi Peyğəmbərin yatağının yanında oldu. Rəsulullah onu öz əlləri ilə tərbiyə etdi. Onu qucağına alar, yedirər, onunla ünsiyyət qurar, qulağına pıçıldayardı. Bu, mənim qardaşım, vəlim və vəsimdir. Onu özü ilə birlikdə Məkkənin dərələrinə və vadilərinə aparır, onu süddən əvvəl öz əxlaqı ilə qidalandırırdı. Beləliklə Əli nübüvvətin gözü önündə böyüdü. Məhəmmədi balanın anasının ardınca getdiyi kimi addım-addım izləyirdi. O, vəhiy nurunu görür, nübüvvətin ətrini duyurdu. Salam olsun sənə, ey Kəbədə doğulan və səmada evləndirilən. Salam olsun sənə, ey müttəqilərin imamı və tövhid əhlinin ağası.